Salam uşaqlar, bugünkü dərsimiz ədəd ifadələr və əməllər ardıcıllığıdır. Deməli, ədəd ifadələr və əməllər ardıcıllığına əlavə fikir verək, burada ədəd ifadələrdən danışır. Ədəd ifadə nədir? Gəlin ona öyrənək görək ədəd ifadə nə demək istəyir. Baxaq, deyir riyazi ifadələr nələrdir? Riyazi ifadələr, yəni ədədi ifadədən əvvəl ifadə haqqında öyrənirik. Riyazi ifadə var, ədədi ifadə var. Burada indi ifadə deyir, ədədlər və riyazi işarələrdən istifadə edilməklə yazılan hesablama yazısıdır. Yəni burada bərabərlik işarəsi olmur. Nə demək istəyir? Məsəl üçün biz kitabda tapşırıqlar görürük, bu şəkildə qeyd edilir. Bax, fikir versəz. Burada gördüyünüz nümunələr şəklində tapşırıqlar qeyd edilir və o tapşırıqları bərabərdə qoymur. Amma biz həll edib cavabını almış oluruq. Bu ifadə adlanır. İfadələr rəqəmlərdən, bax fikir versəz, rəqəmlərdən, əməllərdən, riyazi əməllərdən və ədədlərdən ibarət olur. Fikir versəz, burada hərflər də vardır. Bax, hərflər olduqda bu ifadə adlanır. Yəni həm hərf daxildir, çünki hər hansı bir A hərfi vardır ki, hərf rəqəmin ifadə etdiyi üçün. Hər hansı bir A hərfi vardır və vurulur 3-ə və yaxud da 20 bölünsün 4. Və burada gördüyünüz ifadə adlanır. İfadədə bərabərlik işarəsi olmur. Gəlin indi baxaq digərinə. Bəs ədədi ifadə nədir? Bax, indi əsas yerə çatır. Ədədi ifadə yalnız ədədlərdən və riyazi işarələrdən ibarət olan. Çünki bayaq nə dedim? Bayaq biz öyrəndiyimizdə hərflər də var idi. Yəni hərflər fikir versəz, hərflər var idi. A vurus 3A var idi, A plus 4 var idi. Yəni A plus 4 və yaxud da 3A və yaxud da A-nın kvadratı. Bu ifadə sayılır. Amma bu ədədi ifadə sayılmır. Ədədi ifadə yalnız ədədlər və riyazi işarələrdən ibarət olur. İndi isə bir ədədi ifadədə yalnız ədədlər var. Okay. Tamam. Hərf və sözlər yoxdur. Aha, hərf və sözlər yoxdur, fikir verdiyiniz kimi və mötərizə ola bilər. Mötərizə ədəd ifadədə də ola bilər, hərfi, yəni normal ifadələrdə də mötərizələrdən istifadə edilə bilər. Məsələn, burada fikir versəz nümunələrdə 6 plus 9, 12 vurulsun 5. Bax, həm mötərizə, həm əməl, həm də bölmə işarəsilər istifadə olunur. Burada mötərizə görürsünüz. Bax, məsələn, 9 minus 4 ifadə sayılır. 15 plus 5 bölünsün 4. Bu da ifadə sayılır. Mötərizədən istifadə edilir. Bax, amma bu bərabərlik sayılır. Niyə ifadələrdə bərabərlik işarəsi istifadə olunmur? Bərabərlik işarəsindən istifadə edə bilmərik ifadə qeyd etdiklərdə. Ədədlər və riyazi işarələrdən ədəd ifadələr istifadə olunur və bərabərlik işarəsi işləmir. Biz uşaqlar ədədli ifadələr dedik, ədədli ifadələr haqqında danışdıq. Və əməllər ardıcılığı. İkincisi isə əməllər ardıcılığıdır. Gəlin isə əməllər ardıcılığından danışaq görək. Əməllər ardıcılığı nədir? Deməli, ifadələr haqqında danışdıq, əməllər ardıcılığı. Deməli, əməllər biz bilirik ki, toplama, çıxma, vurma, bölmə, kvadrat, kub, mötərizə, bunlar hamısı əməllərdir. İndi ardıcıllıqda. Əməllər ardıcıllığında əgər ifadə verilibsə, bir ifadə verilibsə, ki, bu şəkildə gördüyünüz kimi ifadədir bu. İfadə verilibsə, ilk növbədə mötərizə, daha sonra qüvvətə yüksəltmə, vurma, bölmə əməlləri, toplama və çıxma əməlləri yerinə yetirmək lazımdır. İndi burada həmin qaydanı ardıcıl şəkildə göstərib. Deməli, mötərizə varsa əvvəlcə mötərizə daxilindəki əməllər, qüvvətə yüksəltmə, vurma, bölmə soldan sağa doğru, toplama, çıxma soldan sağa doğru yerinə yetirmək lazımdır. Necə ki, burada gördüyünüz kimi vurma var, bölmə var. Vurma, bölmə deyir soldan sağa. Yəni birinci bölməni eləyib, sonra vurmanı eləyərdim. Amma nəymiş? İlk növbədə vurma, daha sonra bölmə həyata keçirilir. Daha sonra çıxma yerinə yetirilir. Amma bu toplamanı daha sonra eləmirik. Hamısından əvvəl, çünki mötərizənin daxilindədir. Gəlin bir-bir başlayaq yazmağa. Onda siz başa düşəcəksiniz nə demək istədim. İndi isə bərabərlik qoyaq. İfadənin bərabərlisi yoxdur. Mən amma o ifadəni həll etmək üçün bərabərlik qoydum. İndi baxaq. Deməli, ilk növbədə mötərizə varsa deyil, mötərizə daxilində əməlini yerinə yetiririk. Baxaq, bizdə burada kvadrat var, kub var, toplama, vurma, çıxma, bölmə və mötərizə. Yəni kvadratımız var, kubumuz var. Toplama əməlimiz var, 4 vurmamız var, çıxmamız buradadır, var. Bölməmiz 8 bölünsün 2-nin kubu var və mötərizə var. Hamısı vardır və hamısını bircə ardıcıl şəkildə yerinə yetirəsinik. İlk növbədə başlayaq. Mötərizəni həll edək. İlk növbədə mötərizə həll edildiyi üçün 2-nin kvadratı plus 6 bərabərdir, bilirik ki 10-a. 10. Bunu yazdım. Daha sonra isə nəymiş? Daha sonra qüvvətə yüksəltmə. Qüvvətə yüksəltmə nədir burada? 2 üstü 3. Yazırıq. 2 üstü 3 bərabərdir 8-ə. Bu da hazır. Daha sonra hansı əməl yerinə yetirilir? Daha sonra vurma əməlini yetirilir. Vurma nədir? Vurma bura aiddir.
Deməli, biz mötərizəni həll etdik, 10 aldıq. İndi isə vurmanı yazaq. Vurma necə yazılırdı? Mötərizə 2 üstü 2 plus 6 vurulsun 4. Yəni 10 vurulsun 4. O da bərabərdir. O da bərabərdir 40-a. Deməli, biz vurmanı da həll etdik. Daha sonra deyir, bölmə əməlini yerinə yetir. Bölmə əməli isə bura aiddir. Gəlin isə indi bölmə əməlimizi yerinə yetirək. Bölmə nədir? 8 bölünsün. 2 üstü 2 həll etmişik axı. 2 üstü 2 görürsünüz burada. İndi 2 üstü 3 nədir? 8-dir. 8 bölünsün 8. O da bərabərdir. Ədədin özünə bölünməsi 1-ə bərabərdir. Yazdıq. İndi bütün ifadələri həll edək. Bütün ifadələrdən ən sonda çıxma. Ən sonda görürsünüz toplama və çıxma. Toplama mötərizə içərisində olduğu üçün mötərizədə yazdıq burada. İndi isə çıxma nədir? Çıxmanı həll etdiyimiz zaman nə idi? Biz həll etdiyimiz çıxma üçün bu qismi bu qismdən çıxarsıyıq. Gəlin eləyək. İlk növbədə buranı yazaq. Deməli, tapdıq cavabı. Buradadır 40 çıxılsın. Deməli, 8 bölünsün 2 üstü 3-ün də cavabı 1-dir. Yazdıq. Cavab eləyir 39. Bərabərdir 39. Deməli, indi ümumi şəkildə baxaq nə elədik. Deməli, ümumi şəkildə baxsaq biz indi ümumi şəkildə baxsaq belə baxarıq. Deməli, birinci nə elədik? Götürdük, mötərizəni həll etdik və bura qeyd etdik. Hazırdır. Daha sonra kvadratı, yəni kvadrat kub varsa deyək, qüvvətə yüksəltmək varsa, ilk növbə onu həll etdik. Qüvvətə yüksəltmək var idi, həll etdik. Daha sonra deyir ki, vurma bölmə varsa. Vurma buradadır. Vurmanı həll etdik. Gördüyünüz kimi vurma buraydı və burada götürüb vurmanı yazaraq cavabın 40 olduğunu aldıq. Daha sonra isə deyir bölməni həll et. Bölmə burada daxil idi. Biz də burada götürdük bölməni həll etdik. 8 bölünsün 8 bərabərdir 1. Daha sonra isə deyir çıxma. Çıxma haradır? Burada daxildir. Çıxarkən nə edirik? İlk növbədə göstərilirsə İlk növbədə bu qismi tapırıq, sonra daha sonra bu qismi. Buranı tapmışıq, cavab 40-dır. Və bu hissəni də tapmışıq, cavab 1-dir. Deməli, 40 çıxılsın 1 bərabərdir 39. Mən birinci ifadəni misal nümunələrlə izah edərkən çalışdım ki, ilk növbədə siz yadınızda saxlayasınız. Yəni, hər bir detayla izah etməyə çalışdım ki, siz ardıcıl hər bir mərhələni başa düşər və yadda saxlayasınız. Mümkün qədəri ilə bu qayda qismini hər hansı bir yerdə qeyd edə bilərsiniz və ekran görüntüsünü ala bilərsiniz. Və yaxud dəftərinizi açıb bunu da qeyd edə bilərsiniz videonu dayandıraraq ki, hər misalda, bir neçə misalda tətbiq etdikdən sonra öyrəşəsiniz. Yəni, sizin üçün çətin olası deyil bu misalı həll etmək, ardıcıllıqla hər bir ifadəni. İndi isə gəlin növbəti ifadəni yazaq. Bu səfər isə normal ardıcıl şəkildə yazacağım və siz də diqqətlə baxarsınız görək, hansı ardıcıllıqla getmişəm. İndi isə qüvvətə yüksəltmə deyir. Qüvvətə yüksəltmə varsa 2 üstü 3-dür. İndi isə deyir ki, vurmanı, yəni bu hissəni yazaq. Mötərizəni yazdıq. Daha sonra qüvvətə yüksəltməni yazdıq. İndi isə vurma hissəsini həll edək. Deməli, 3-ün kvadratı minus 1 vurulsun 6. Biz bilirik ki, 3-ün kvadratı yuxarıda tapmışdıq. 8, 3-ün kvadratı minus 1 vurulsun 6. Yəni, 8 vurulsun 6. O da bərabərdir 48-ə. Cavab 48-ə bərabərdir. Vurma hissəsini həll etdik. Daha sonra isə deyir bölmə. Yəni, bu hissəni yazacaq. Deməli, bu hissənin biz 48 olduğunu tapdıq. Deməli, yuxarı hissəsinin 8 olduğunu tapdıq. Buranın 8 olduğunu tapmışdıq. Buranın 48 olduğunu tapdıq. Daha sonra isə 48 bölünsün 3. Yəni, ümumi bu hissəni tapaq. Gəlin tapaq. 48 bölünsün 3. 48 bölünsün 3. Bərabərdir. Biz bilirik ki, 48-i 3-ə böləndə vurma cədvəlindən 16 almış oluruq. Biz cavabın 16 olduğunda tapdıq. Cavab 16-dır. İndi isə deyir, daha sonra deyir, toplam əməli. Yəni, 16 ilə 8-i toplayırıq. Onda gəlin yazaq ümumi şəkildə. Bərabər 16 minus 8. Cavab eləyir 24.
Deməli, ilk növbədə nə etdik? Mötərizəni həll etdik. Cavabın 8 olduğunu aldıq. Daha sonra mötərizədən kənarda qüvvəti həll etdik. Cavabın 8 olduğunu aldıq. Daha sonra mötərizəni həll etdiyimiz üçün cavabın da 8 olduğunu bildiyimiz üçün 8-i 6-ya vuraraq 48 aldıq. Daha sonra vurmayla, yəni bu mötərizə çəkmə mötərizənin içərisinin cavabının 48 olduğunu bildiyimiz üçün bölmə əməli ardıcılığı yerinə yetirib bölməni 16 aldıq. Daha sonra toplamanı həll etməyə, yəni 16 ilə 8-i toplayıb cavabı 20 aldıq. Bugünkü dərsimiz bu qədər. Biz bugün ədədi ifadələr və əməllər ardıcıllığını öyrəndik. Yəni ilk növbədə ədədi ifadələr haqqında öyrəndik məlumat. Ədədi ifadələr nələr idi? İfadə dedikdə nələr var idi? Ədədi ifadələr nələr idi? Daha sonra isə əməllər nə idi? Əməllər toplama, vurma, çıxma, bölmə idi. Qüvvətə yüksəltmə və həmin əməllərin ardıcıllığını öyrəndik. Gələn dərsdə isə növbəti dərslərimizdə əgər suallarınız varsa yorum qismində qeyd edə bilərsiniz. Mən buradan baxıb mütləq cavablandırmaya çalışacağam. Sağ olun.